Bu yaxınlarda məşhur türk aktyor Halit Ərgəncin bir müsahibəsinə baxdım. Hal-hazırda Türkiyədə yüksək reytinqlər verən Kral Kaybedərsə serialındakı Kənan Baran obrazı haqqında danışıb və deyib ki, Kənan Baranda olan o özgüvən, insanlarla dil tapmaq bacarığı, fikrini qarşı tərəfə çatdırmaq qabiliyyəti əgər əksər adamlarda olsaydı, cəmiyyət fərqli yerlərə gələrdi və xüsusən də insanların öz fikirlərini qarşı tərəfə doğru, dürüst, dolğun şəkildə çatdıra bilməməyini problem kimi görür. Bax, bizim məşqçilərimizdə də belədir. Nəyi danışmalı, necə danışmalı, media ilə necə ünsiyyət qurmalı olduqlarını sanki bilmirlər, tez-tez mətbuat nümayəndələri ilə problemlər yaşayırlar. Ədiblərdən biri deyib ki, insan nə qədər çox dil bilirsə, bir o qədər insandır. O, xarici dilləri nəzərdə tutmayıb. Daha çox hər kəslə öz dilində danışmaq bacarığını vurğulayıb. Bədən dilindən tutmuş, insanın ədəbi dilə qədər üstünlüklərindən yararlanmaq qabiliyyətini qabardıb. Və məncə bizim məşqçilər də bunun üzərində çox çalışmalıdırlar. Bu, onlara karyeralarında çox kömək eləyəcək. Çünki bu mövsüm, əgər fikir versən, Vaqif Cavadov, Elmar Baxşiyev, Samir Abbasov və bəlkə də digər məşqçilərimiz zaman-zaman mətbuatla ünsiyyətdə problemlər yaşayırlar. Ya mətbuatı günahlandırırlar öz uğursuzluqlarında, ya mətbuatla lazımsız, yersiz polemikalara girirlər. Və mən bir dəfə də danışmışam, illər əvvəl AFFA-da kateqoriya dərslərinə dəvət almışdım. Media məşqçi münasibətlərində onlara bir seminar keçmişdim. Orada da statistikanı çıxartmışdım ki, o dövr üçün bir 10 ilin söhbətini danışıram. İngiltərədə istefaların 70%-dən çoxu məhz məşqçilərin jurnalistlərlə arasında yaşadığı problemlərdən qaynaqlanıb. Bu çox vacib məsələdir. Bunu dönə-dönə pro kateqoriyasında deyirlər ki, jurnalistlərlə ünsiyyət qurmaq bacarığını mütləq şəkildə öyrənməlidir məşqçilər. Və bizim məşqçilərin həm jurnalistlərlə dil tapmaq problemi yaranır, həm də ümumən götürəndə öz fikirlərini elə bil doğru, dürüst, dolğun şəkildə çatdıra bilmirlər qarşı tərəfə. Bəlkə də başqa şey fikirləşirlər, amma o cür deyirlər ki, tam başqa bir anlam çıxır onların dediklərindən və dəfələrlə görmüşük ki, bir məşqçi çıxıb mətbuat konferansında nəsə danışıb, sonra onu dindirən, danışdıranda dedik, onu nəzərdə tutmurdum, axı, mən bunu demək istirdim, mən onu demək istirdim. Ona görə məncə məşqçilər hərəsi özünə, mən bir dəfə də bu məsələni qaldırmışdım bizim Rüstəm Əfsər ilə turdan sonra verilişində. Yaxşı olar ki, məşqçilər özlərinə nitq qabiliyyəti müəllimlər tutsunlar. Bugün Azərbaycanda çox populyar bir peşədir və baxırsan ki, hətta məmurların əksəriyyəti özlərinə müəllim tuturlar. Burada ayıb olan bir şey yoxdur. Təbii ki, natiqlər var, təbii ki, aratorlar var, onların bir bacarıqları var. Və dediyim kimi, yaxşı olardı ki, bizim bu məşqçilər də özlərinə bir nitq müəllimləri tutsunlar. Düzgün danışmağı, fikirlərini düzgün çatdırmağı, səlis danışmağı, insanlarla düzgün o kommunikasiya qurmağı, o enerjini ötürməyi mütləq şəkildə öyrənsinlər. Çünki bugün bizim tək-tük məşqçilərimiz var ki, fikirlərini həqiqətən baxırsan ki, yaxşı bir şəkildə, gözəl bir şəkildə çatdırırlar. Qalan əksəriyyəti nə 3-5 cümləni bir-birinə düzüb boşub danışa bilmirlər. O danışa biləndə o qədər qarışıq formada deyir ki, baxırsan ki, cümlənin əvvəli ilə sonunda bir uzlaşma yoxdur. Bir mənasını itirir cümlə, əvvəli bir başqa sanki emosiya ilə gəlir, sonu bir başqa. Ona görə bu çox vacib məsələdir canım.